Yesterday Alex my favorite was. Deməli burada yesterday sözünün istifadəsi keçmiş zamanında will break gələcək zamanı göstəricisidir. Broken üçüncü formadır. Üçüncü formanın mütləq qarşısında to be və yaxud da əvəz olmalıdır. Bitmiş zaman və yaxud da bitmişin məchulu və yaxud da sadəcə məchul olmalıdır. Has broken yesterday ilə uzlaşmayan bir zamandır. Breaks də yesterday ilə uzlaşmayan bir zaman. Çünki breaks üçüncü şəxsin təkindədir. Ona görə də keçmişin göstəricisi broke şəklində olacaq. The salesman had a lot of antique copies and a month later were sold. Deməli, bu ifadədə, bu deməli testdə biz əsas fikir veririk isimlərə. Salesman had a lot of antique copies and a month later. İndi bu söhbət xalçalardan gedir. Xalçalar cəm olduğu üçün və burada were sold, satıldı, cəm olduğu üçün bir cəmlə gedəcək. Bir də it təkdir. Və 4-də it təkdir. Çünki itlə kapits və yaxud da v uzlaşmaz. Buna görə də 2 və 3-cü variantları C variantını götürürük. 12-ci testdə my daughter is very. Very biz bilirik ki, sifətin indiki, daha doğrusu birinci dərəcəsində olur. Birinci dərəcə ancaq D variantında var. A-da üstünlükdür. Very ilə must işlənməz, very ilə must işlənməz, very ilə more işlənməz və as nöqtə as-lə işlənir deyə D olacaq. 13-cü testdə modal feildir və modal feili bilirik ki, tərcüməyə baxışlıdır. Wasn't able-un to'su, ought-un to'su olmalıdır. D-də wasn't able-un to'su olmalıdır. 7 hadn't to deyə bir şeyimiz yoxdur. Və tərcüməyə baxaraq I couldn't leave the box as it was too heavy. Mən qutunu qaldıra bilmədim çünki o çox ağır idi. Bu və